Amma çox gözəl, xoş təəssürat bağışladı. Hələ birazdan hovuza yenə girəcək. Oo! Gördünüz? Adrenalin dolu. Bugün paylaşım etdim gələn kimi burada qaldığımız evlə əlaqəli, villa ilə əlaqəli. O qədər mesaj gəlir. Yazanlar var ki, biraz güvənsizlik olur. Ona görə sizə güvənirik, ona görə buraya gəlmək istəyirik. Ne anlayıram beh mövzusunda. Mən də eləyəm. Açıqcası mən hər yerə inana bilmirəm. Bilirsiniz, bəyənmədiyim yerləri paylaşmıram ki, elə alışqanlığım var. Məncə ən gözəl də budur. Bəyənmirəmsə paylaşmıram. Pisləmirəm, amma paylaşmıram. Bəyəndiyim yerlərdə gönül rahatlığıyla paylaşıram. Burada qaldığımız indi məsələn artıq gecədir də. Gəldiyimizdən o qədər xoş təəssürat məndə yarandı ki, çünki necə dedilərsə, şəkillərdə necə idisə, necə davrandılarsa telefonda elə də qarşıladılar bizi. Allah razı olsun anlayışla. Beh mövzusunda da mən biraz özüm də çox tərəddüd edirəm, amma güvəndim, içdən güvəndim. Çünki gözümüzün önündə oldu. Yəni necə dedilərsə heç bir eksiksiz, hətta fazlası da var, belə deyim də. Yəni gözlədiyimizdən daha gözəldir. Hər cür şərait var evdə və bu ev təkcə burası deyil. Baxın. Təkcə bu ev deyil. Mən buranı seçmişdim. Ona görə biz buraya gəldik. Bayaq paylaşdığım 2 bungalov göstərdim. Hələ bunlar 2 dənə idi. Toplam 14 dənə burada villa və bungalov frame villalar vardır. Yəni ailələr birləşib gələ bilər. Elə bilməyin bir evdir. Xeyr, əlaqə saxlayıb əsas da bax, başqa biri ilə deyil. Ramin bəy ilə əlaqə saxlayacaqsınız. Nömrəsini altda indi yazacağım, sizin üçün qeyd edəcəm. Ramin bəy ilə əlaqə saxlayırsınız. Onun nömrəsi ilə. Başqa nömrəyə, 1000 dəfə desinlər, mən o günahı ala bilmərəm boynuma. Yazdığım nömrə ilə, mən çünki Ramin bəyin o nömrəsi ilə əlaqə saxladığım nömrəni altda qeyd edəcəm. Onunla istəyənlər Qəbələdə onunla əlaqə saxlasınlar. Təbii ki, beh mövzusunda da özünüz danışacaqsınız. Güvənərək burada öz gününüzü rezervə edə bilərsiniz. Mən məmnunam. İnşallah sabah günorta çıxacağıq. Əslində çox qalmaq istirdik, amma dərslərim var, bilirsiniz. Mənim tətillərim az sürür. Amma çox gözəl, xoş təəssürat bağışladı. Hələ birazdan hovuza yenə girəcək. Oo! Qızlar da orada evdədir. Çox hər şey feninə qədər, ütüsünə qədər, duzuna qədər, istiotuna qədər, yəni hamısı var. Hər cür şərait var, sabununa qədər. Hər şey evdə vardır. Ona görə mən çox məmnun qaldım. Gönül rahatlığıyla da. Hətta səs sistemi də var. Həyətdə açırıq, bayaqdan dinləyirik. Həyət də genişdir, 3 maşın həyətdə saxlaya bilər. Amma dediyim kimi, digər evlərdə hamısı bir-birinə yaxındır. İstəyənlər Ramin bəy ilə əlaqə saxlasın. Bax, başqasının andını içə bilmərəm ha. Ramin bəyin nömrəsini altda qeyd edəcəm. Onunla ancaq əlaqə saxlayıb burada özünüzə ev rezervə edə bilərsiniz. İndi mən gedirəm, biraz indi Tonqalın yanında duracağım. Ondan sonra da gedəcəm, hovuza girəcəm. Sağ olun. Maç qudur.